Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Emil Ağacanovun qətli anlaqsız vəziyyətdə törətdiyi və psixi problemləri olduğu qənaətinə gəlinib. Onun barəsində məcburi tibbi xarakterli tədbirlər görülməsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsinə qərar verilib. İttihama görə qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyidi Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. Emil uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsiri altında mahnılara qulaq asıb. Daha sonra sevgilisini bıçaqlayaraq öldürüb. Təqsirləndirilən barədə ilkin olaraq həbs qəti imkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasına məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib. Qeyd edək ki, Emil Ağacanov İtalyan brendi Yamamay mağazasının sahibi olub. Qətlə yetirilən İradə Muradova isə sahibkarı mağazasında icraçı direktor vəzifəsindən çalışıb. Emil Ağacanov barəsində Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.